Allah bütün şehitlerimize rahmet eylesin. Allah kardeşimize de rahmet eylesin. Ben bir daha əvəzə onun şəhidimizin ailələrin hamısına başsağlığı. Aslında başsağlığı bütün hamımıza ve bütün milletimize ait. Ve bu şəhidimiz bugün vətən uğrunda savaşan, vətən uğrunda canlı fəda edən, millət uğrunda döyüşmüş ve canlı fəda eləmişlərin sırasındadır. Yani bu müqəddəsdir. Ben həmişə deyirəm, şəhidlik her adama qismət olmur. Şəhidlik her ailəyə, her evə qismət olmur. Şəhidlik çok yüksek bir adım. Ben deyirəm, Allah bize de qismət eləsin, şəxsən mənə də qismət. Bu bayraq bizim namusumuz, qeyrətimizdir. Bu bayraq milletin namusu, qeyrəti, şərəfidir. Bu bayraqdan uca bizim heç nəyimiz yoxdur. Bu bayraq uğrunda millətlər savaşır, döyüşür, qırılır, ölür, bayrağı qoruyurlar. Ve bu şəhidimiz de bu bayrağı qorumaq uğrunda, bu dövləti qorumaq uğrunda şəhid oldu. Bu bayrağa bürünmək, bu bayrağa sarınmaq hər kişiyə qismət olası deyil. Yani bu ancak şəhidlərimiz bu bayrağa bükülür. Her adama qismət olası deyil. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimiz Allah bize qismət eləsin. Bu şəhidlərimizin ruhunu şad eləyək. Onların ruhu onda şad olacak ki, o murdarların, o şərəfsizlərin ayağını bu müqəddəs torpaqdan bir dəfəlik kəsin inşallah. Allah bize bunu qismət eləsin. Ben əminəm sən də qardaşının yolunu davam etdirəcəksən, onun kimi yiğit, qoçaq, qəhrəman bir oğul olur. Allah bütün şəhidlərimizə.